gözünden bir haber. Gafil oyan, gafil oyan. Mövlana Muhammed Füzuli bir qitəsində buyurur: Ey ki əndişə-i mali ilə sərasima olub, dünü-gün dəhridə aşüftə keçər əhvalın. Cəm-i mal eylədigin rahət üçündür, əmma rahətin əksik olur, hər necə artar malın. Malı çox etmə, həzər eylə əzabindən kim, rənci artar ağır olduqca yükü həmmalın. Beytlərin qısaca izahı belədir ki, ey mal əndişəsi ilə heyran, çaşqın, divanə olub, gecə-gündüz dünyada əhvalı həyəcanla keçən kəs. Mal yığmağın rahatlıq üçün olsa da, malın artdıqca rahatlığın azalar. Malı çoxatma, onun əzabından özünü qoru ki, həmmalın yükü ağır olduqca əziyyəti artar. Şeyx Əttar Nişapuri Məntiq-ü Teyr, həmçinin Təzkirətül Övliya əsərində belə bir ibrətlik hekayət qeyd edir. Bir gün tabeyindən olan Həsən Bəsri xanım Sufi Rabiyənin ibadətgahına gəlib deyir: Mənə heç kəsdən eşitmədiyin, heç kəsdə oxuyub görmədiyin, sırf sənin özündən parlayan incə bir mətləb söylə. Yəni özünə ilham olan, kəşf etdiyin bir həqiqəti de. Rabiyə cavab verir ki, ey zamanın şeyxi, bir yumaq ip əyirmişdim. Bir gün çörək pulu üçün onu bazara çıxarıb 2 xalis gümüşə satdım. Və o 2 gümüşün birin bu əlimdə, digərində o biri əlimdə tutdum. İkisini bir əldə tutmadım. Qorxdum ki, yol kəsənim olar, məni yoldan çıxarar. Əl-qərəz, ey bu fani dünyada başdan başa maddiyata bulaşmış zəmanənin sakini. Ehtiyatlı ol ki, qiymətli ömrünü sərf edib, topladığın mal-dövlət sənə qarşı əbədiyyət yolunda bir soyğunçudur. Və sən o soyğunçuların sayını artırmaqla mənəvi mənliyinin ölümünü qaçınılmaz edirsən. Bil ki, həqiqi qazancın səni yarı yolda qoyacaq mal-dövlətin deyil, mənəvi paçılıq adlı ruzidir. Həzrət Əlinin müqəddəs kəlamında olduğu kimi, Ah min qillətiz zadi və tulit tariqi və budis səfəri və azimil məvridi. Yəni, ahazuqənin azlığından, yolun uzunluğundan, səfərin uzaqlığından və varacaq yerin əzəmətindən.